Hər kəsə salam. Bu başlıqdan da göründüyü kimi mənim ilk videomdur. Bu əslində bir video deyil, bir podkastdır və podkast kanalı olaraq da qalacaq. Yəni görüntü paylaşmağı düşünmürəm. Başda əslində Spotify-da açmağı düşünürdüm, amma sonra dedim ki, həm izləyici sayı az olar, həm də ki, heç belə baxdım ki, yəni Spotify-da podkast kanalı açmaq Azərbaycan üçün çox çətin bir şeydir. Nəsə ki, mən də qərar verdim YouTube-da açım bunu. Yəni burada bunu açmaqda əsas məqsədim ondan ibarətdir ki, yəni insanlarda, Azərbaycanda xüsusən də tarixi biliklər, milli kimlik, yəni bu anlayışlar çox aşağıdır. Həqiqətən insanlar milli kimliklərini tanımırlar. Nəsə ki, insanlar qısacası özlərini tanımırlar. Yəni tarixini bilməyən insan özünü bilmir məncə. Mən də düşündüm ki, ona görə, yəni düzdür, mən bir tarixçi ya da tarix müəllimi deyiləm, amma nəsə ki, araşdırım, öyrənim, biliyimin üstünə də nəsə əlavə eləyim və burada sizə təqdim eləyim. Biraz belə formal sözlər işlədirəm, amma yəni bu o demək deyil ki, mən elə belə həmişə rəsmi ciddiyyətlə danışacağam. Yəni yeri gələndə güləcəm, yeri gələndə mizah ilə qarşı formada verəcəm. Çünki yəni çox rəsmi olanda da heç bir YouTube videosu baxılan, heç bir podkastda dinlənilən olmur. Ona görə yəni əlimdən gəldiyi qədər maraqlı eləməyə çalışacağam, öz tərzimi qatmağa çalışacağam bu podkastda. Yəni dediyim kimi Azərbaycanda tarixi bilik demək olar ki, 0 dərəcəsindədir insanlardan. Hətta yəni gedib bir sorğu keçirsək, desək ki, Məhəmməd Əmir Əsgəzadə kimdir? Bəlkə də insanların heç çoxu yəni suala düzgün cavab verə bilməyəcəkdir. Yəni bu cür məsəl üçün tarixdə baş vermiş maraqlı hadisələr, tarix boyu bir dövlət niyə bu addımı atdı, o biri dövlət niyə belə elədi və bunlar gələcəkdə necə tətbiq oluna bilər, tətbiq olunmaya bilər, bu cür şeyləri araşdırmaq istəyirəm. Bu çünki həm də mənim ixtisasımla yəni bilavasitə əlaqədardır. Yəni diplomatiya və tarix mövzusunu, kontekstini sırf ona görə seçmişəm ki, yəni burada həm özüm öyrənim, həm də yəni maraqlı mövzularda insanlar da, yəni kim dinləyəcəksə bu podkastı, onlar da öyrənsin. Həm də yəni düşündüm ki, halva deməklə ağız şirin olmur. Yəni insanlara deyirik, ya da niyə bundan xəbər yoxdur, niyə ondan xəbər yoxdur, niyə heç kim bir addım atmır, niyə heç kim insanlara yəni də maraqlı nəsə öyrətməyə çalışmır. Ona görə dedim ki, yəni mən də bir addım atım ən azından vicdanımı rahatlatmaq məqsədi ilə. İndi bilmirəm, yəni bu kanal, bu podkast nə qədər dinləyiciyə, izləyici kütləsinə çatar. Amma ümidvaram ki, yəni sevilən bir kontekst olar, hamı tərəfindən izlənilər, ya hamı deməyim, amma kimə xitab eləyəcəksə o insanlar tərəfindən izlənilər və dinlənilər. Yəni burada yeri gələcək özüm danışacağam, yeri gələcək yəni tarixi biliklərinə güvəndiyim ya da ki, tarixi biliklərini, siyasi düşüncələrini maraqlı hesab elədiyim insanları, yoldaşlarımı bura çağırdım. Belə, amma məsəl üçün yəni söz verməyim da ki, hər həftə video atacağam, hər həftə podkast atacağam, nə olacaq? Yəni söz verə bilmərəm. Bəlkə də heç bir izlənmə olmadı. Mən də sıxıldım 5-6 ay sonra. Yəni bağladım bunu, sildim hər şeyi. Onun sözünü verə bilmərəm, amma həm yəni 20 il sonra geriyə baxanda özüm üçün bir xatirə qalsın istəyirəm. Həm də əgər həqiqətən də bu bir izləyici kütləsinə, geniş bir izləyici kütləsinə çatsa, mənim üçün çox sevindirici bir hal olar. Belə, bu şəkildə təşəkkür edirəm hamınıza. Sağ olun, salamat qalın. Gələcək dəfə nə vaxt görürsək, o vaxtadək. Hələlik.